Təmirlə bağlı evin əskilərini almağa Bakıya getmişdim. Qaydanda gördüm ki, artıq qapılarımız hazırdır. Öncə yol üstü Bravoya baş çəkdim, çünki burada 1-14 may tarixlərində qüvvədə olacaq supermanat endirimləri başlayır. Üstəlik bu endirimlər həm qida, həm də qeyri-qida məhsullarına aiddir. Mən də mətbəxi yenilədiyimə bu kimi əşyalar mənə çox vacib idi. Yararlanmadan buradan çıxa bilməzdim. Mənim kimi təmizlik sevənlər üçün də şad xəbərim var. Bravo'nun brend məhsulu olan Cleverist artıq rəflərdədir. Üstəlik endirimlər. Elə videonun davamında təmizlik vlogumda da məhz bu məhsullardan istifadə etdim. Endirimlər bitmədən mütləq siz də yararlanın. Bütün bu iş gücü arasında dietanı da unutmaq olmaz. Bəzi mənə lazım olanları da alıb yaxınlaşıram kasaya. Həm Bravo Club, həm də bir bank QR ödənişlə əlavə 8% endirim də əldə edirəm. Ən nəhayət evə çatıb dava libasımı geyinib başlayıram bu tör töküntünü yığışdırmağa. Hələ təmir tam bitməyib, yenə tör töküntü olacaq, amma ürəyim dözmür. Bu dəfə də Cleverist'i yoxlamaq üçün dərindən təmizlik etdim. Təmir ərəfəsində ən çox darıxdığım qoxu təmizlik qoxusu idi. Dünən onu doya-doya yaşadım. Ürəyimə yağ kimi yayıldı. Hamamın ayaqaltıları da yaman toz olmuşdu. Onları da atıram maşına. Sonra isə başlayıram qapıları silməyə. Belə tam sadə model seçdim. Siz deyin görüm, xoşunuza gəldi yoxsa yox? İşləri bitirib yeni aldığım çaydanımla pürrəngi çay dəmləyib içib dincəlirəm.